Salam, xoş gördük. Sizlərlə danışan spiritualist, transpersonal yaşam koçu Rüfət Həmidovdur. Sizi kanalımda görməyimə şadam. Mövzuya keçməmişdən əvvəl kanala abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın və paylaşmağı unutmayın. Bugünkü mövzumuz frekansımızı necə yüksəldə bilərik? Ümumiyyətlə canlı yayımlar açdığım zaman, insanlarla söhbət edən zaman hər kəsin bir dənə sualı var. Rüfət bəy, frekansımızı necə yüksəldək? Təbii ki, frekansı yüksəltməyin metodları çoxdur. Bu sizin əslində dini inanclarınıza görə dəyişir. Yəni insan var ki, dini inancı yoxdur. İnsan var ki, fərqli dinlərə inanır. Nəyə görə dini inancımıza əsaslanır? Bir insan İslam dininə inanırsa, inancı İslam dinidirsə, zikirlərdən istifadə edə bilər. Amma İslam dininə inanmayan şəxs, dini bir başqa olan şəxs zikirlərdən istifadə eləməyəcək. Frekansı yüksəltməyin metodları zikirlərdir, meditasiyadır, hər hansısa bir sizin əhvalınızı yüksəldəcək musiqilərdir. Frekansı yüksək olan insanlarla söhbət eləmək, danışmaqdır, onların söhbətlərinə qulaq asmaq, danışıqlarına qulaq asmaq. Hətta siz o tip insanlarla söhbət edəndə belə yorulmursunuz. Sanki sizə də bir enerji gəlir. Yoga eləyə bilərsiniz. Hər hansısa bir mantralardan istifadə edə bilərsiniz ki, yenə də deyirəm, fərqli metodları var. Amma mənim sizə demək istədiyim ən əsas məsələ nədir? Sən frekansını yüksəldirsən ki, bunu hamı yaşayır. Amma bir müddət sonra görürsən ki, 1 saat keçir və yaxud da 10 dəqiqə keçir, 15 dəqiqə və yaxud da 1 gün keçir. Baxırsan ki, mənim frekansım yenə aşağıya düşdü. Yenə mən qayıtdım, əvvəlki mən oldum. İndi biz hər dəfə 1 saatdan bir frekansımı yüksəltməliyik. Xeyr, bu əslində belə deyil. Bunun ən açıqca səbəbi odur ki, sən frekansı yüksəldirsən, frekansının düşmə səbəbini tapmalısan. Məsələn, sənin hər hansısa bir pulla bağlı deyək ki, bir qorxun var. Frekansını yüksəldirsən, hər şey əladır, cibində də pulun var. Pulun ki azaldı, avtomatik sənin şuur altında pulla bağlı negativ inancın ki var idi. Pulum az olar, pulum olmasa mən nə yeyərəm, pulsuz qalaram qorxusu. Pulsuz qalsam nə olar? İnsanlar ətrafımda olmaz, yaxınlarım olmaz. Gedib əvvəl kimi mən məsəl üçün kofe içmərəm, çay içmərəm, dostlarım çağırsa utanaram, gedə bilmərəm kimi negativ inanclar, mənfi düşüncələr var deyə anidən sənin frekansın aşağıya düşəcək. Və yaxud da bu sevgi mövzusu ilə bağlı olsun. Siz frekansınızı yüksəltdiyiniz an bilin ki, kainat tərəfindən onun sorğusu gələcək. Heç bir dəqiqə belə keçməmiş onun sorğusu gələcək. Sənin yenidən frekansın aşağıya düşməsi lazımdır. Bu nə mənada lazımdır? Yəni kainat çalışmır sənin frekansını aşağı salsın. Sən yüksəldiyindən zaten görünürsən və göründüyün an sənin travmaların, sənin şuur altında olan negativ inancların sənə göstərilməyə çalışır ki, bax bu məsələni həll elə. Ona görə də bugündən etibarən bu videoyu ki, kimlər izləyir, baxırsınız, bilmirəm, buna bəlkə 2 il sonra baxarsınız, bəlkə 1 saat paylaşımdan sonra baxarsınız, bəlkə 1 il sonra, 3 il sonra, fərq etmir, zaten bu video kanalda qalacaq. Sən şuur altındakı o negativ inancları və travmaları həll etməlisən. Məsələ beyindən, şuur altından hansısa bir baş vermiş hadisəni, hansısa bir insanı silmək deyil ki, zaten bu mümkün deyil. Şuur altında baş vermiş hər hansısa bir hadisəni və yaxud da insanın olayı, hadisələri dondurmaq mümkündür. Bu nə mənada dondurmaq biz buna deyirik? Yəni sənin əvvəllər, məsələn, ac qaldığın bir dönəmlər olub və sən o ac qaldığın dönəmləri xatırlayanda oturub ağlayırdın, depressiyaya düşürdün ki, mənim niyə belə çətin uşaqlıq illərim keçib? Və ya sən küçədə gedəndə görürdün ki, kimsə məsəl üçün ac bir uşaqdır, ona ürəyin ağrıyırdı, çox pis olurdun, dəhşətli, hətta öz uşaqlığın ki yadva düşürdü. Bu seanslardan sonra, müəyyən şuuraltı seanslardan sonra, psixoterapiya seanslarından sonra avtomatik olaraq sən o uşağı görəndə tamam, yəni insani hisslərin ola bilər. Amma ki, sən öz uşaqlığım yadıma düşsün, mən yenidən pis olum, mənim enerjim aşağıya düşsün, frekansım düşsün aşağıya kimi hadisələr olmayacaq. Çünki
O nə qədər tətiklənirsə tətiklənsin, bu sənin frekansına təsir etmir. Çünki sən artıq onunla bağlı şəfalanma travmasını almısan. Yenə deyirəm, tək bu o mövzuya aid deyil, bütün yaşanılan bu həyatda baş vermiş nə ki hadisələr var, istənilən mövzu olsun, hamısına şamil olunur. Ona görə də məndən sizə bir məsləhət. Frekansımı yüksəltməmişdən öncə oturum ancaq frekansımı yüksəldim düşüncəsini bir kənara qoy. Mənim frekansımın yüksəlməsinin qarşısını kəsən nə problem var, nə travma var, nə hadisə var, onun şəfalanması üçün bir həll yol axtar və mütəxəssislərdən yardım al. Əgər sən belə bir dəstək almaq istəyirsənsə, mən sənə bu barədə köməklik göstərə bilərəm. Diqqətinizə görə təşəkkür edirəm. Kanala abunə olmağı, videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı unutmayın. Təşəkkür edirəm.